Hər birimizin dostları var. Yaxında, tanışda, sosial mediada, çevrəmizdə, məktəb və ya universitetdə. Biz bu insanlarla gün ərzində kontakt qururuq, bir yerdə gəzməyə, istirahətə, dincəlməyə, idmana gedirik və bəzən ömrümüzün böyük qismini o insanlarla keçiririk. Beynimiz bunları hiss edə bilmir. Gerçək dostla saxta dostu ayıra bilmir. Bugün özünü dost kimi göstərib, əslində sənin düşmənin olan, sənin həyatını məhv edən insanların kimlər olduğu haqda danışacaq. Bu insanları adla deyil də xarakteri ilə tuta biləcəksən. Kanalıma xoş gəldin. Səni zorbalayıb özünü dost kimi göstərənlər. Ki bu məktəb dönəmində 8, 9 və ya 10-cu sinifdə daha çox rast gəlinir. Və uşaqlar bir-birinə, daha çox da oğlan uşaqları bir-birlərinə xəfif zorbalıq etməyi çox sevirlər. Ki sən sanki dostun sənə zarafat edilmiş kimi anlayırsan. Məsələn, sənin icazən olmadan çantana toxunur, qələmini götürür, dəftərindən bir vərəq qopardır, səndən icazə olmadan qələmindən istifadə edir və ya istər-istəməz gəlir kürəyinə birini vurur, deyir zarafat etmişdim. Bax, bu insanlara qarşı ehtiyatlı olmaq lazımdır ki, kifayət qədər böyümüsənsə, bu insanları artıq həyatından çıxartmısan əminəm ki. Əgər bu videoyu izləyirsənsə və 13-14 yaşlarındasansa, əziz dostum, ətrafında belə insanlar varsa, onlardan qurtulmanın tək bir üsulu var. Sadəcə zarafat edirdim deyərkən, çön və sadəcə əsəbi formada da deyil. Belədir ki, mən belə zarafat xoşlamıram, xahiş edirəm, mənlə belə zarafat bir də eləmə. Əgər eləsə, əgər ikinci dəfə zarafata yenə yönəlsə, bu zaman qabaqlayıcı tədbirlərin qarşısını almalısan. Əlbəttə, burada şiddəti tövsiyə etmirik, ancaq bir tədbir görməlisən. Yox, əgər zarafatlarını kəsdisə, yığışdırdısa, normal həyatına davam edə bilərsən. Və ya deyə bilərsən ki, xahiş edirəm, məndən icazəsiz mənim qələmimi götürmə, bu sənə xas bir şey deyil. Ümumiyyətcə, şəxsi zonama girilməsini xoşlamıram. Bənzər ifadələr edərək belə insanları öz həyatından uzaqlaşdıra bilərsən. Bəzi insanlar var, sənin arxanca danışır, bu sənin qulağına çatır, ancaq sən fikir vermirsən. Dostumdur, qoy danışsın, nə olsun, bəlkə də məni tərifləyir, deyə düşünürsən. Halbuki elə arxandan quyu qazanlar da bu insanlardır. Və birisi sənin gedib arxanca danışırsa, məhz günahkar sən olursan. Niyə? Çünki o insanı ətrafında saxlayan sənsən. Yəni o insandan qurtula bilərsən, ancaq sən ətrafında saxlamağı seçirsən. Deməli, öz şəxsi bilgilərini o qədər də önəmsəmirsən. Bu da insanlar arasında səni sanki qorxaq birisi olduğunu göstərir. Ona görə ətrafında belə insanlar varsa, onları təyin et, dostluqlarını ayır. Əgər ayıra bilmirsənsə, məsafə qoymağı bir yoxla. Salam verir, səthi bir salam ver keç. Söhbət açma. Heç vaxt onun yanında şəxsi bildiklərini, nailiyyətlərini, hədəflərini, uğurlarını, hətta uğursuzluqlarını belə paylaşma. Çünki bu insanlar çox qısqancdırlar. Qısqanclıqdan söz açmışkən, bu tip insanlar da var, səni aşağı çəkməyə çalışanlar. Sən müəyyən bir şey edirsən və səni tənqid edirlər, səni bu haqda tənqidə tuturlar. Məsələn, mən bunu nədən müşahidə etdim? Mən bu kanalı açdığım ərəfədə bəzi yoldaşlarım məni təriflədilər, məni dəstəklədilər və hətta məni daha çox motive etdilər ki, videolar çəkin. Ancaq çox böyük bir qismi təəssüf ki, kanalı açdıqdan sonra mənlə rəftarları biraz dəyişdi. Mənə dedilər, bu nədir, bu niyə bu kanalı açırsan, gülməli deyil, insanlara yalan danışırsan, boş-boş kamera qarşısında danışırsan kimi bənzəri ifadələr etdi. Halbuki mən videoda da vurğulamışam ki, etmədiyim şeyi kimsəyə tövsiyə etmirəm. Və bu insanları artıq tanımağıma səbəb oldu. Əslində kanal açmağım yaxşı oldu ki, ətrafımda belə insanlar oldu və mən onları rahatlıqla təyin etdim. Hətta bir yoldaşım da vardı, çox güvəndiyim, çox sevdiyim bir dostum idi. Bəzən gəlib mənə sirlərini açırdı, bir yerdə söhbət edirdi. Bir gün mən bu insanı çox yaxın gördüm və ona tövsiyə kimi öz kanalımda bir video var idi. Buraxılış Azərbaycan dili ilə əlaqəli video. Dedim, bu videoyu da izləyə bilərsən. Mən o insandan gözləyirdim ki, videoma yaxşı bir şərh yazacaq, məni tərifləyəcək və video xoşuna gələcək, məndən bir şeylər öyrənə biləcək, sevinmişdim. Halbuki mənə yazdığı şərhdə bir o qədər pis və qəlb qırıcı bir şərh idi. Mənə WhatsAppda və ya bənzəri bir platformada yazdı ki, mən sadəcə zarafat məqsədlə yazmışdım. Hər nə qədər zarafat məqsədi ilə də yazsa, bizim kanalımız oyun kanalı və ya gülməli kanal deyil. Biz burada insanlara tövsiyələr, dəstəklər verməyə çalışırıq. Bu insan tiplərindən də uzaq durmağını istəyirəm. Haçan pis günün olur, haçan depressivsən, haçan qəmginsən, haçan birisi vəfat edib, bu insanlar anidən yanında peyda olurlar. Sanki bir varlıq kimi. Gəlirlər sənin pis günündə, belədir, narahat olma, eləyərik, həll eləyərik, hər şey yaxşı olacaq, hər şey mükəmməl olacaq. Yaxşı günündə, ad günündə, bayramlıqda, seyranlıqda ortada yoxdular bu insanlar. Bu insanlar sənin pis olduğun anlarla bəslənirlər. Onların qidasını sənin
pessimizm duyğularını təşkil edir. Yəni pis günlərini də, pis anlarını da çalış ki, çox da yaxın olmayan insanlarla paylaşmayasan. Bilirsən niyə görə? Nadir insanları çıxıram. Bu həyatda sadəcə sənin qabağa getmək istədiyin iki insan var. Yəni sənin qabağa getmək istədiyi iki insan bildirir. Birincisi bu sən, özünsən. İkincisi də anan və ya atandır. Çünki bəzən atan da sənin qısqana bilər ki, oğlan uşaqsansa bu normaldır. Məsələn, bu oğlan bu yaşda bu nailiyyətlərə çatıb, mən bunun yaşında belə eləyə bilmirdim və ya mövcud şəraitdir, nə edirsən, bunu edirsən. Bəzi ifadələr işlədə bilər ki, bu insandan insana da dəyişən bir faktordur. Və bunu unutma, insanlar heç zaman güvənilən məxluqlar deyil. Bəzən insanlar yalan danışa bilər, bəzənsə bir maska taxıb gizlənə bilərlər, öz pis xislətlərini gizlədə bilərlər. Ona görə dəyərli dostum, bundan sonra ehtiyatlı olursan. Əgər dostlarınla əlaqəli dərin düşüncələrdəsənsə, bir müzakirə etmək istəyirsənsə, bu video tam sənlik bir video oldu. Videodan sonra da dediklərim haqqında düşünərsən. Bildiyin kimi videoların çəkilməsinə, editlənməsinə, qapaq şəklinin hazırlanmasına kifayət qədər vaxt sərf edir. Məni buna motivasiya edən sizin göstərdiyiniz dəstəklərdir ki, bu abunələr və likelar şəklində olur. Və xahiş edirəm, bu videoyu bəyənərsən, kanala da abunə olarsan, həm algoritmaya, həm də mənə dəstək olmuş olarsan. Bu mövzu haqqında da sənin fikirlərin, düşüncələrin, məsləhətlərin varsa, bizimlə bölüşə bilərsən, şərhləri oxuyacağam. İzlədiyin üçün təşəkkür edirəm. Açıqlamadakı WhatsApp kanalına da qatıla bilərsən. Sağ ol, salamat qal.